Ey Adəm oğulları! Sizə ayıb yerlərinizi örtəcək libas və bəzək düzək nazil etdik. Təqva libası isə daha xeyirlidir. Bu, Allahın dəlillərindəndir. Bəlkə düşünüb onlardan ibrət alasınız. Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək məqsədi ilə aldadaraq libaslarını soyundurub cənnətdən çıxartdığı kimi sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən biz şeytanları iman gətirməyənlərin dostları etdik. Onlar yaramaz əməl etdikləri zaman atalarımızı belə gördük, Allah da bizə bunu əmr etmişdir deyirlər. De ki, Allah yaramaz əməlləri əmr etməz. Yoxsa Allaha qarşı bilmədiyinizi danışırsınız.